Bugün yeni bir şey öğrendim. Ludwig Wittgenstein adında birinin bir maraqlı ifadəsi keçir. İfadə belədir: şeylərin bizim üçün ən önəmli yönləri, sadəlikləri və aşinalıqları səbəbilə gizlidir. Biraz başa düşməkdə çətinlik çəkirdim. Ona görə internet qaynaqlarına necə deyərlər müraciət elədim. Bu statdan anlaşılan məna nə imiş? İnsan gündəlik və adi hesab etdiyi şeylərin əhəmiyyətinin çox vaxt fərqinə varmır. Məhz daim göz önündə olduqları üçün həmin şeylər bizim üçün bir növ görünməz olurlar. Başqa bir ifadə qarşıma çıxdı. Buna da aşinalığın korluğu deyirlərmiş. Bir öncəkinin biraz daha həqiqətini üzə çıxara biləcək bir izahdır. Əslində bunu hiss edirdim də adını qoya bilmirdim bəlkə də. Biz bir şeyə çox öyrəşdiyimiz üçün onun əhəmiyyətini və xüsusiyyətlərini və ya qəribəliyini görməz oluruq. Misal üçün hər gün gördüyümüz insanlar bəzən görünməz ola bilir. Buradakı görünməzlik əslində məcazi mənadadır. Sahib olduğumuz nemətlərin dəyərini çox vaxt insanları, o ətrafımızda olanları itirəndə anlayırıq kimi. Sonluq olaraq öyrəndiyimi bu ifadələrlə bitirim. Aşinalıq bəzən görməyi deyil, görməməyi yarada bilir. Yəni biz sanki görüb aşina oluruq, amma o gördüyümüzlə birlikdə digər amillər bizə görünməz ola bilir.